Qiyamət günündə Peyğəmbər gələr Allahın dərgahına dua eləyər. Deyər, ay mənim Allahım, mənim ümmətim hesabını cəmaatın gözünün qabağında eləmə. İstəmirəm o Peyğəmbərlər, başqa Peyğəmbərlər, başqa ümmətlər mənim ümmətimin günahını görsün. Xahiş edirəm, bir mən olum, bir o günahkar, bir də sən. Rəhmət çeşməsi olan Allah belə cavab verir. Deyir ki, mənim Peyğəmbərim, sən rəhmət Peyğəmbərisənsə, mən rəhman və rəhim olan Allaham. Səndən də örtəcəm günahlarını. Ondan təkbətək hesab çəkəcəm, heç sən də bilməyəcəksən. Heç sənin də xəbərin olmayacaq. Gələr bəndə Allahın dərgahına, baxar Allah ona deyər, mənim bəndəm, neymətlərimə günahla cavab verdim. Neymət verdikcə sənə sən günah elədin. Deyir, onda başını aşağı salar, utandığından. Allah deyər, başını qaldır. Sən günah elədiyin vaxt səni bağışlamışdın. Günahlarına əf qələmi çəkmişdin. Ya biri hədisdə var, gələr utanan halda, xəcalətdən ağlaya-ağlaya, şimdi nə olacaq? Çətin haldır qiyamətin halı. Sağıma baxıram, İmam Səccad buyurur, görürəm öz işində. Soluma baxıram, o öz işində, hamı öz dərdində. Hamını yaddan çıxardı. Dünyada qucaqlaşıb öpüşən, bir-birinə qardaş deyənlər orada bir-birini atıb iman əhlindən başqa. İman əhlindən başqa. Belə bir qorxulu vəziyyət bir bəndə gələr hesab məqamına. Hesab məqamına gələndə xəcalətdən başını aşağı salar, indi günahlarını göstərəcəklər Allahın huzurunda, neyniyəcəm mən? Bu məqam çatanda Allah xitab eləyər. Deyər, o günkü günah eləyib gülürdün, sənə cəza vermədim. Bugün günah eləməyə ağlayırsan, sənə necə cəza verir? Başını qaldır, günahları bağışladım və cənnətə daxil olmağa icazə verdim. Buradadır ki, Allah hədisdə var ki, Allahın rəhməti qiyamətdə o qədər təzahür eləyər, şeytan deyəsən məni də bağışlayacaq. Görər necə Allahın rəhməti təzahür olunur. Onda da ümid yaranar. Malik Dinar adında bir arif var. Bir günahkar cavan ölmüşdü. Cəmaat cənazəsini aparmırdılar. Yuxuda görür, dur o bəndəmə qusul ver. Ona kəfən giydir. Onun namazını özün qul, hörmət, ehtiramla apar dəfn elə. Dedim, ilahi, bu ki günahkar idi, günahı aşkar idi. Ki ömrünü günahda keçirmişdi, cavan olmasına baxmayaraq. Bunu belə hörmətlə dəfn edin, dedi ki, o mənim bəndəm peşman olmuşdu, sənin xəbərin yox idi. Ağlayırdı, otururdu, uzanırdı, dincliyi əlindən sıxırdı, ağlaya-ağlaya deyirdi, ya mən ləhud dünya vəl axirə. İrham mən leysə ləhud dünya vəl axirə. Deyirdi, ay dünyanın axirətin Allahı sahibi. Rəhm elə o kəsə ki, nə dünyası var, nə axirəti. Hansı ağlayan bəndə mənim qapıma gəldi, əli boş qayıtdı. Kim istədi, vermədim. Kim xahiş elədi bağışlanmaq, hansı dərdinə dərman eləmədim. Get onu hörmətlə dəfn elə. Ona görə də İmam Səccad əleyhissalam deyir ki, ilahi qüdrətüvə and olsun. Çox gözəl deyir. Deyir, ilahi izzətüvə and olsun, birdən indi məni qapımdan qovla, sonda bir addımla gedən dörəm. Hara gedin? İşte birdən məni qapımdan qovasan, bir addım da kənara atmaram. Hansı qapıya gedin? O qapıların hamısını bağlı görüb sənin qapıya gəlmişəm. O qapıları üzümə bağlayıblar, bütlərinin, öz yaratdığım bütlərimin vəfasızlığını görüb sənin qapıya gəlmişəm. Odur ki, oturacam sənin rəhmət qapının ağzında, ta mənə rəhmət nəzəri ilə baxasan. O vaxta qədər getməyəcəm. Əli əleyhissalamın Kumeyl duasında gözəl sözü var. Deyir, izzətüvə and olsun, ay mənim ağam, Allaha deyir. Məni birdən cəhənnəmə aparasan qiyamətdə. Amma orada danışmaq icazəsi verəsən, onda cəhənnəm əhli arasından görərsən mənim səsim uzalar. Onda cəhənnəm əhlinin arasından nalə eləyəcəm sənin dərgahına. Əziz adamını itirmiş adamlar kimi ağlaya-ağlaya səni çağıracam. Deyəcəm, ay möminlərin ağası, ay ariflərin son istəyi, ay fəryad eləyənlərin dadına çatan, hardasan?
mən yandım bu odun içində. O vaxta qədər ümidimi itirməyəcəm. O vaxta qədər sənin rəhmətindən məyus olmayacam. Bunları deyəndən sonra İmam Səccad deyir, Eynə rəhmətükəl vasiə. İlahi, hanı geniş rəhmətin? Eynə ətayəkəl fazilə. Hanı sənin sonsuz bəxşişlərin? Eynə ihsanükəl qədim. Hanı sənin qədim olan ehsanın? Eynə kərəmükə ya kərim. Hanı sənin kəramətin? Ay kəramət sahibi olan Allah. Ay günahkarları bağışlayan. Hər kim bu tərzdə, bu şəkildə Allahın dərgahına üst tuta, Allahın dərgahından bağışlanmaq istəyə, Allah çox mehribandır. Allah yaratmayıb bəndəsinə əzab verən. Allah cəhənnəmdə yandırmağa yaratmayıb. Allah yaradıb ehsan eləmək üçün. Allah yaradıb lütf eləmək üçün. Özümüz üst çevirib qaçırıq. Özümüz arxa çevirib qaçırıq, amma o gözləyir. Görərsən nə qədər gözləyir. İmam Səccad belə deyir, hansı zaman sənin səbrindən böyüdür? O hansı zamandır ki, sənin səbrindən böyüdür? O gözləyir ta özümüz səhvimizi başa düşək. Onun bunun qapısına getmişdik, onların vəfasızlığını başa düşək, hamıdan naümid olaq, gedək. Keçən dəfə dedim, gələndə day demir ki, getmişdin, gedərdin. Gələndə yenə deyir, gəl. Başa düşməmişdin, indi ki qayıtmısan, gəl. Ona yaraşmır bəndəsini, ona üst tutan bəndəsini yoxsundan naümid.